60 bin nəfər çağrışa, Sovetlər ordusuna gençləri çağırıb göndərirdi. İldə 60 bin nəfər. İndi ne olubdu ki, 6 bin nəfərlik bir tapşırıq verilibdi ki, çağırış bunu yerine getirebildir. Bizim voyenkomatlar, bizim polis, bizim icra hakimləri. Çağrışın vaxtı 10 gündür. 40 gündür ki, bu çağrış yerine getirilmeyecektir. Ve siz özünüzü necə hiss edirsiniz? İcra hakimine deyəndə ki, bunu elə bilirəm ki, bunu bir yarışa göndərirsən. Elə bil ki, bunun vəzifəsi deyil. Elə bil ki, bu elə bir minnət də vurur ki, bunu mən elədim. Ay qardaş, ay vətəndaş, sən öz vətənin, öz evini qorumalısan. Öz ailənin, öz atanın, ananın qəbrini qorumalısan. Ona göre de her şeyden artık, her şeyden üstün bu işle meşgul olmalısın. Bəs ne cür ola bilər ki, bir iki ay bundan qabaq yığdılar cemaatı, apardılar Seyfəli poligonuna 2000 nəfər adam, 2 gündən sonra orada cəmisi 50 adam var. Qaçdı getdi hamısı. Birinin anası gəlir aparır, birinin bacısı gəlir aparır, birinin atası gəlir aparır. Biri pul verir. Voyenkomatdan pul verip kurtarabilmirse gelir oradaki o poligonda pul verip kurtarır. Oradan kurtarabilmirse oradan harbiyesiye getiren de yolda kimese pul verip kurtarır. Ahı bu gayretti mi? Bu Azerbaycanlıktı mı? Ben bugün mesela buna göre koymuşlar. Ve birinci defa değil ki bu barada biz sizinle danışırız. Neçə defa demiyorlar? Voyenkomların işi bugün de geriden başladı. Onların içerisinde rüşvetxorluq devam ediyor. Müdafiə Nazirinin mən dəfələrlə bunu demişəm ve bugün de sizin huzurunuzda deyil. Neçə dəfə deyiblər ki, hara gelirsən orduya zalar, ancak yoxsulların uşaqları, var adamların uşaqları orduya getmir. Ne için? Mənə siyahı veriblər, nihayət. Mən bugün burada bunu elan eləmək istəmirəm, ama verəcəm. Hərbi komisarlığa, prokurorluğa, bizim inzibati organlara. O orduya getməyənlərin özlərini yox, onların valideynlərini məsuliyyətə cəlb etdirir.